Tinkers'ın yeni buraxılışında hamınızı xoş gördük. Bugünkü qonağım Aliyə xanımdır. Sabah Angels'ın direktoru deyə bilərəm yoxsa? Bəli, icraçı direktoru. İcraçı direktoru Aliyə xanım. Xoş gəlmisiniz. Xoş gördük. Sizi tanıdığıma şad oldum. Çox təşəkkür edirəm. Çəkilişdən öncə Qarşılıqlıdır. bir kifayət qədər söhbətimiz oldu. Həqiqətən kaş onları çəkə bilsəydik, amma inşallah ki kamera önündə də maraqlı söhbət edəcəyik. İnşallah. Çox təşəkkür edirəm dəvət üçün və burada olmaq çox xoşdur mənim üçün. Bizim üçün də xoşdur ki, siz buradasınız. Tezliklə sualıma keçim. Bu günləri ən çox maraqlı olan və trend olan mövzulardan biri startap və yaxud startap ekosistemi ilə bağlı danışmaq istəyirik. Ümumiyyətlə bu ekosistemin hərəkət verici qüvvəsi bizim ölkəmizdə kim olmalıdır və yaxud kimlər olmalıdır və yaxud hansı tərəfləri var? Mən belə başa düşürəm ki, sualdan biz həm dövlət, həm özəl sektorları nəzərdə tuturuq, eləcə də dövlət təhsil müəssisələrini. Əgər bu cəhətdən baxsaq, ümumiyyətlə dövlət bildiyiniz kimi qeyri-neft sektorunun inkişafı üçün və eləcə də startapların dəstəklənməsi üçün, innovasiyanın dəstəklənməsi üçün yetərincə fəaliyyət göstərir və bununla bağlı agentliyimiz var, bununla bağlı belə deyək, dövlət qurumlarımızın aktiv fəaliyyəti var. Bunlar çox belə deyək də yaxşı cəhətlərdir və eyni zamanda bizim özəl sektorumuz son zamanlar bildiyiniz kimi böyük holdinqlər, yəni Paşa Holding kimi, Nexol Holding kimi böyük holdinqlər bu sahəyə çox böyük maraq göstərirlər və bu yaxşıdır ki, digər şirkətlər də daha belə deyək, orta həcmdə olan şirkətlər də onlara baxıb bu yolda davam eləyirlər və inkişaf eləyirlər. Bu çox yaxşı haldır. Universitetlərimizə gəldikdə isə təhsil müəssisələrimizə bildiyiniz kimi təhsil müəssisələrimiz artıq mən deyərdim ki, yeni struktura keçməyə hazırdılar. Sadəcə müəyyən bir zaman alacaq, vaxt alacaq. Bu da normaldır. Ümumi amma desək ki, kim daha çox? Mən deyərdim ki, əslində kim daha çox yox, hamı eyni qədər. Çünki burada belə bir məsələ var ki, bu bir circle-dır, bu bir çevrədir və bu çevrənin tamamlanması üçün hamı qarşılıqlı fəaliyyət şəkildə qarşılıqlı fəaliyyət göstərməlidir, birgə fəaliyyət göstərməlidir ki, düşünürəm ki, Azərbaycanda hal-hazırda baş tutur. Artıq bunun başlanğıcıdır, yoxsa biz artıq bir mərhələyə çatmışıq? Başlanğıcı deməzdim, çünki artıq bir mərhələyə çatmışıq. Çünki bildiyiniz kimi regionda artıq söz deməyə başlamışıq bununla bağlı. Böyük ölkələri götürsək, məsələn Qazaxıstan kimi, onların inkişafını və mərhələli inkişafını deyək götürsək və Azərbaycan da heç də geri qalmır və deyərdim ki, bu birlikdə bir-birinə support, bir-birinə dəstək çox önəmlidir. Deyərdim ki, artıq bu baş tutub və middle deyərdim, hətta bir səviyyə alıbdır. Daha yaxşı səviyyə üçün təbii ki, əlimizdən gələni eləyirik ekosistem oyunçuları olaraq. Bəs ümumiyyətlə bu prosesin daha sürətlənməsi və növbəti next level-a keçməsi üçün ehtiyac olan nədir? İnvestisiyalardırmı, ideyadırmı, savadlı kadrdırmı, yoxsa bir mühitdirmi? Əslində hər biri, saydıqlarınızın hər biri çox önəmlidir. Mən deyərdim ki, Azərbaycanda hal-hazırda bunun üçün mühit var. Yəni mühitlə bağlı problemimiz yoxdur. Çünki hansı bizim Azəri dilində belə deyək gözəl sözlərimiz var. Hansı qapıya getsək, kimə müraciət eləsək, innovativ bir həll yoludursa, innovativ bir prosesdirsə, o qapılar bizim üzümüzə açılır. Və deyərdim ki, gənclərimiz də artıq bu sahədə inkişaf eləməyə başlayıblar. Xüsusən də universitet tələbələrimiz. Bizim elə Sabah Hub olaraq göstərdiyimiz belə deyək xidmətlərdən də biri odur ki, biz Sabah Akademi vasitəsilə biz belə deyək, universitetlərdə bu innovativ düşüncəni aşılamağa çalışırıq. Və bu prosesdə əsas meyarlardan biri oldu ki, bu mühit var. Bu mühit var və biz çalışırıq o mühiti daha da böyüdək. Qaldı ki, kim belə deyək də, necə deyim, hansı formada bu mühitdə önəmlidir, nə edir, necə edir? Bizim üçün daha əlverişli nələr var? Dediyiniz kimi investisiyalar erkən mərhələdə və yaxud fondlarımız, venture studiolarımız, bunlar hər biri mövcuddur və yaranmağa da davam edir. Bu da xoş haldır ki, keçən ilkinə nisbətən bu il, hətta mən bir proqramda iştirak edirəm bu il, sözü ora gətirim. Proqramın nəzdində bu fondlarla bağlı bir proqramdır, venture studiyalarla bağlı proqramdır və orada başa düşdüm ki, artıq 30-dan çox belə deyək, daxil olan şəxs var bu proqrama, xaricdən alınmış bir proqramdır və başa düşdüm ki, həmin o 30 nəfərdən artıq 10-15 nəfəri öz studiyasını yaratmaq istəyir, öz venture studiyasını yaratmaq istəyir
istəyir, öz belə deyək fondunu qurmaq istəyir və s. və bunlar çox önəmli məsələlərdir. Demək ki, artıq Azərbaycanda bu kimi proqramlara qatılan və eyni zamanda özünü inkişaf elətdirib bir şirkətlər, fondlar, venture studiyalar və yaxud da incə klublar yaratmaq istəyən şəxslər var. Bu çox önəmli bir belə deyək də aspektdir. Burada 2 dənə sualım var. Birinci sualım sizlə bəyən mövzuda çıxış edəndə çox xoşuma gələn bir point dediniz ki, məsələ məhsul startupın kökündə duran şey onun developu deyil, ideyanın özüdür. Yəni hansı problemi həll etməsi. Bəli. Problem həll etmə, problemi tapma və həll etmə bacarığı isə biraz o gənclərdə anlama, qavrama, biznesi hiss eləmə şeylə gəlir. Onda biz bu circle'ın əvvəlinə qayıtsaq, biz universitet təhsilimizin özündəki əzbərçi yanaşmadan daha analitik yanaşmaya, daha sorğulama yanaşmasına keçirtməliyik ki, gənclərimiz o müddətdə o qədər sorğulasınlar ki, problemi tapsınlar, tapandan sonra ona həll düşünsünlər. Düzmü anlamışam? Elədir. Biraz daha toparlasaq, belə deyərdim ki, artıq bizim gördüyümüz mühiti deyək, hub mühitimizi deyək, sabah hub mühitimizi deyək, artıq bizim tələbələrimiz hansı ki inkubasiya proqramlarımızda iştirak edirlər, bu onu göstərir ki, onlar artıq tim qurma mədəniyyətinə sahibdirlər, onlar artıq birgə fəaliyyət nədir bilirlər. Çünki bilirsiniz ki, ümumiyyətlə bizdə müəyyən dövr üçün bu komanda fəaliyyəti, tim fəaliyyəti biraz kənar bir məsələ idi. Hamı bunu bacarmırdı və s. biraz individual yanaşırdıq məsələlərə. Hansısa bir iş quranda belə individual yanaşırdıq. Amma indiki prosesdə gənclərimiz daha aktivdirlər. Gənclərimiz birlikdə çalışmağa, tim qurmağa, komanda şəklində işləməyə aktivdirlər və buna yanaşırlar. Ona görə də bu çox yaxşı bir haldır. Qaldı ki, indiki inkubasiya proqramımızda olan gənclərə baxdıqda biz görürük ki, onlar sizin vurğuladığınız kimi daha fəaldılar. Onlar bu işdə açıq fikirlidirlər, open minddılar və bu çox önəmli meyarlardır. Mən deyərdim ki, onlar müəyyən bir müddət sonra, xüsusən də Z nəsli müəyyən bir müddət sonra öz çox yaxşı startapları ilə Azərbaycanda və regionda böyüyəcəklər. Ən azından deyərdim Azərbaycanda və regionda. Çünki qlobala çıxmaq çətindirmi? Çətindir. Və experience, təcrübəsi az olan şəxslər üçün daha da çətindir. Amma bizim belə deyək də Qazaxıstandan nümunə götürsək, bir gəncin, 19 yaşlı bir gəncin aldığı belə deyək də investisiya, böyük investisiyadan söhbət gedir. Həmin o investisiyanı gördükdə başa düşürük ki, əslində mümkünsüz deyil. Sadəcə müəyyən bir təcrübə təbii ki lazımdır və eyni zamanda bir passion, bir istək lazımdır ki, startup unicorn nə vaxt çıxacaq bizdən? Bu sualı hamı soruşur. Yes. Bu sualı hamı soruşur düzdür. Hətta deyərdim ki, bu sual artıq bir necə deyim, bir maraqlı bir sual halına gəlib ki, tədbirlərdə, innovativ tədbirlərdə hamı bir-birini görəndə sual verir ki, unicorn nə vaxt çıxacaq, hardan çıxacaq sizcə, kimdən gözləyirsiniz və s. ki, Azərbaycanda belə deyək də lokalda yaxşı startaplarımız var. Kimdən gözləyirsiniz ki, suallar gəlir. Bu məncə bilinə bilən bir şey deyil. Çünki startup özü bir böyük bir riskdir. Startup belə deyək də çox sadə bir şey olsaydı zaten hər gün yeni bir unicorn da olardı. Amma bu baş vermirsə, deməkdir ki, bu o qədər də asan bir proses deyil. Mən o sualın cavabını bilmirəm, amma sualı dəyişmə onda. Unicorn olmaq üçün qlobalın mı dəstəyinə ehtiyac var, yoxsa lokalda bizim dövlət dəstəyinə mi ehtiyac var? Yox, mən demək istəyirəm. Baxın, startaplarda məsələ yalnızca dəstəyə bağlı deyil. Ya bu maddi olaraq demək istəyirəm. Yəni startaplarda məsələ istər maddi olsun, istər mənəvi olsun, yəni proseslə bağlı bir məsələ olsun. Burada heç nə stabil deyil. Yəni biz nəyisə sırf dövlətdən gözləməməliyik. Biz nəyisə sırf özəl şirkətlərdən gözləməməliyik və yaxud hublardan gözləməməliyik. Bu sırf şəxsi inkişafla bağlı bir şeydir. Yəni siz nə qədər istəkli, həvəsli və eyni zamanda nə qədər yaxşı timiniz varsa, komandanız varsa, nə qədər yaxşı deyərdim problemi həll etmə bacarığınız varsa, bu deməkdir ki, siz unicorn ola bilərsiniz. Yəni çox sadə bir məsələ. İnsanlar düşünürlər ki, unicorn olmaq o deməkdir ki, çox belə unik bir məsələni həll etməlisən. Yox. Bəzən çevrəmizdə gördüyümüz hansısa bir qlobal problemi həll edə bilərsən və unicorn ola bilərsən. Sadəcə o problemi görmək və onu düzgün şəkildə həll yolu tapmaq lazımdır. Və bu həll yolu tapıldıqdan sonra, əgər o problem doğrudan da qlobaldırsa,
Çox sadə bir şəkildə unicorn olmaq mümkündür. Onda bir dəfə şeyin çıxışına qalmışdım. Nevzat Aydın'ın çıxışı idi. O deyirdi ki, qlobalda hansısa tutmuş bir startapı lokalizə edib də təzədən bu mümkündürmü artıq, yoxsa artıq o mərhələni keçmişik? Deməzdim mən mümkün deyil, çünki bu maraqlı bir yanaşmadır. Düzü mən izləməmişəm, amma çox maraqlı bir yanaşmadır. Deyərdim ki, bu mümkündür. Nəyə görə? Çünki ali olaraq düşünsəm, elə problemlər var ki, onlar hal-hazırda həll yolunu tapıbdı, amma daha yaxşı həll yolu və yaxud da belə deyək, daha innovativ, daha long term, uzun müddətli düşündüyümüz bir həll yolu, vizioner olmaq məsəl üçün. Burada elə bir belə deyək, fürsət varsa və bunu edə bilirsə, təbii ki, mümkündür. Lakin burada belə bir nə deyirlər, challenge, bir narahatlıq ola bilər. Bu nə ola bilər? Artıq həmin şirkətlər çox böyük əməkdaşlıqları var. Və bu əməkdaşlıqlar çox böyük bir həcmdə olduğu üçün həmin əməkdaşlıqları 2 gündə qurmaq mümkün deyil. Bu həll yolu ola bilər ki, siz o qədər unik bir həll yolu tapmalısınız ki, həmin şirkətlər pivot edib həmin belə deyək də texnologiyanı sizin əlinizdən almasınlar. Amma qalan bir hallarda əgər doğrudan da solution unique-dirsə, düşünürəm ki, bu mümkündür. Yəni vurğuladığınız hal mümkündür. Sabah Hub olaraq bu hal-hazırdakı hansı fəaliyyətlər göstərirsiniz ya da belə deyim, bu ekosistemin öncüsü olaraq deyərdim ki, nələr edirsiniz konkret olaraq? Qısa da olsa bu məlumatı bilmək istəyirəm. İlk öncə bunu eşitmək çox xoşdur ki, ekosistemin öncüsü. Bu bizə motivasiya verir daha yaxşı işləmək üçün. Sabah Hub olaraq biz durmadan çalışırıq təbii ki, innovativ həllər yolu ilə bağlı. Bizim hal-hazırda inkubasiya mərkəzlərimiz var. Bizim hal-hazırda akselerasiya mərkəzimiz var. Proqramlardan söhbət gedir. Bizim akademiyamız var, Sabah Akademiya, hansı ki universitetlərdə dərs verir və bizim hətta deyərdim ki, mən aralarında ən çox bəyəndiyim Sabah School-umuz var. Sabah School bildiyiniz kimi artıq erkən yaşdan övladlarımızın daha aktiv, daha innovativ, texnologiya dolu və eyni zamanda mənəvi belə deyərdim, hissi solutionlara bağlanan bir gözəl bir məktəbdir. Hansı ki, çox maraqlı dərs sistemləri var və Sabah City, məsəl üçün Sabah City haqqında da məlumat vermək istəyərdim. Qısa da olsa Sabah City bildiyiniz kimi biz Sabah Hub olaraq bəli və çox deyərdim ki, çox maraqlı və çox innovativ bir artıq tam olaraq ili mən deyə bilməyəcəm, çox təəssüf ki, amma artıq 2026 təbii ki, başlayıb da artıq şəhərin salınması və hətta 2026-dan etibarən, yəni bu önümüzə gələn ildən etibarən ilk yarısında biz artıq ora keçməyi düşünürük. Bu Ağşəhərlə Xətai arasında bir yerdə olmalıdır. Deyərdim ki, belə deyək də bu böyük bir sahədir və həmin sahədə şirkətlərin innovativ belə deyək departamentləri və yaxud da tanıdığınız, bildiyiniz belə deyək də artıq müqavilələr imzalanıbdır bir çox şirkətlə, istər belə deyək onların innovasiya şöbələri olsun, istər private sektorun hansısa bir şirkət olsun, orada yer almaq istəyirsə Sabah City-də onlar müraciət edə bilirlər. Bəli və mən deyərdim ki, çox maraqla gözləyirik biz Sabah City-ni. Çünki düşünürük ki, daha yaxşı, daha verimli işləmək üçün bizim üçün çox böyük bir geniş bir mühit olacaq inşallah. Başqa kiçik şirkətlər də ora müraciət edə bilərmi orada olmaq üçün? Təbii ki, kriteriyalar sırf Sabah City komandası tərəfindən analiz olunur, lakin müraciət təbii ki, eləyə bilər və Sabah City uyğun gördüyü halda tim müqavilələr bağlanır və artıq gələn ildən etibarən belə yavaş-yavaş belə deyə köçməyə başlayırıq. Xüsusi güzəştlər varmı? İcarə haqqı kimi falan. Xüsusi güzəştlər var. Mən daha detallarını təəssüf ki, bilmədiyim üçün, amma xüsusi güzəştlərimiz var və ən böyük deyərdim burada mənim tərəfimdən baxanda ali olaraq ən böyük üstünlük zaten ekosistem içində olmaqdır. Hamı bir yerdə olması. Bəli. Bəs belə bir sual verim. Sizin öz mövzunuza aid olaraq. Startaplardakı ən ciddi problemlər ilkin mərhələdəki investisiya mərhələsidir. Yəni ilk başlarda investisiya daha çox ehtiyac duyursan, çünki çıxmağa çalışsan, qabığından çıxan düzə kimi bir dəstək lazımdır. Bu prosesdə sizin rəhbərlik etdiyiniz qurum olan Sabah Angels nələr eləyir? Hansı ya da ki ümumiyyətlə bu investisiya prosesini nələr
edirmi ümumiyyətlə? Mən çox məlumatsızam və düşünürəm ki, məni izləyənlər də məlumatsızdır və mənim kimi o sual verir ki, nə edirsiniz? Siz nə işlə məşğulsunuz? Gəlin ümumi bir izah verim, sonra detallara enək. Ümumi bildiyiniz kimi, ümumiyyətlə dünyada bu belədir, dünya təcrübəsində belədir ki, mələk investorlar əslində Amerikada 90-cı illərdən etibarən başlayıblar və deyərdim ki, hal-hazırda məsələn US bazarını götürsək, $100,000 çek onlar üçün əslində mələk investisiya çekidir. Bəli, çox belə bizim üçün bəzən startaplarımız üçün wow effekti olan çeklərdir. Lakin Azərbaycan da bu səviyyəyə gələcək, əminəm. Azərbaycanda mələk investor mədəniyyətini yaratmaq, təbii ki, bu individuallıqdan çıxartmaq, birlikdə investisiya etmək mədəniyyətini yaratmaq, sindikatlaşmaq, bu özü bir böyük bir mədəniyyətdir əslində, özü bir böyük bir challenge-dir, bir çətinlikdir. Lakin biz bu çətinliyi aşdıq və Sabah Angels olaraq bildiyiniz kimi öncəki adımız Teknovet Sabah Angel Investor olaraq gedirdi. Saçın rebrandingdən sonra Sabah Angels'a qayıtdıq və Sabah Angels nə edir sualı. Sabah Angels'ın hal-hazırda 152 aktiv üzvü var. Və bu şəxslər Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardır. Minimum çeklərimiz, belə deyək də, hansı ki, investisiya etdiyimiz startaplardan söhbət gedir, $25,000 üzərindədir hal-hazırda və $200,000-dan çox investisiya etmişik hazırda. Baxmayaraq ki, yeni yaranmışıq, baxmayaraq ki, angel investor, mələk investor mədəniyyətini hələ özümüz yeni yaymağa çalışırıq və bu müddətdə də artıq investisiya etmişik $200,000 dəyərində, hətta üzərində və bu bizim üçün çox önəmlidir. Ona görə də bəzən Azərbaycanla bağlı kimsə bir fikir bildirəndə biz bariyerlər qoyuruq ki, Azərbaycanda mələk investor yoxdur və yaxud da Azərbaycanda anlamayacaqlar mələk investor nədir kimi. Lakin mən düşünürəm ki, bu sırf nə qədər çox istəkli olduğumuza bağlıdır və Sabah Angels olaraq biz bunu etmişik, bacarmışıq. Hal-hazırda 5 portfolio şirkətimiz var və çalışırıq ki, regionda və lokalda startaplarımızı dəstəkləyək və eyni zamanda qlobalda öz investorlarımıza qazanclar əldə edək. Çünki bu çox önəmlidir. Bu balansı qorumaq çox önəmlidir və klub olaraq da artıq Gürcüstanla, Türkiyə ilə, Qazaxstanla birgə əməkdaşlıqlarımız var. Hətta Amerika ilə birgə əməkdaşlığımız var, partnyorlarımız var və çalışırıq ki, bu balansı qorumaq şərti ilə startaplarımıza dəstək olaq. Bəs bu sual verin. Buradakı məncə bizi izləyən, investor olmaq istəyən çox insan var. Ya da ki, zaten investisiya edən insanlar çoxdur, amma bura gəlməyiblər də. Buradakı risklərdən biri etibar məsələsidir. Mən niyə Sabah Angels'a etibar edeyim və yaxud niyə orada hansısa bir startapa etibar edeyim və yaxud etibar edəndən sonra o pulumun axırı necə olacaq? O necə tənzimlənir bəs? Ümumiyyətlə o proses nədir? Belə izah edeyim. Ümumiyyətlə startaplardan söhbət gedirsə, gəlin birinci startap hissəsinə belə deyək də fokuslanaq. Startaplardan söhbət gedirsə, startapların tapılması, yəni belə deyək, axtarılması, ortaya çıxarılması, hansı startapa investisiya edəcəyimiz barədə bizim bir strukturumuz var. Yəni bizim deal flow menecerlərimiz var, hansı ki, startapları belə deyək, araşdıran, dünyada və regionda, eyni zamanda lokalda araşdıran şəxslər var, hansı ki, bunun təhsilini alıblar. Həmin şəxslər araşdırdıqdan sonra bizim professional, təcrübəli investorlarımız var, hansı ki, 11 nəfərdən ibarətdir. Biz onları investment board adlandırırıq və həmin şəxslər due diligence prosesi, yəni startapın analiz prosesini aparırlar. Və bu analiz prosesindən sonra artıq biz başa düşürük ki, bu startap investisiya hazırdırmı? Biz investisiya etmək istəyirikmi? Və bunlara qərar verdikdən sonra, ümumi belə deyək də bir qərar alındıqdan sonra hər kəs tərəfindən, xüsusən də investment board tərəfindən biz həmin startapı üzvlərimizə təqdim edirik. Yəni bu çox böyük bir yol keçir. Hətta deyərdim ki, bir startapın üzvlərimizə qədərki yolu minimum 40 gün çəkir.
Bu 40 eynən minimum 40 gün çəkir və ay ərzində, hətta həftə ərzində deyərdim sizə daha dəqiq olsun, həftə ərzində ən azı 4-5 startap üzbəyüz pitching dinləyirik biz. Onların təqdimatlarını dinləyirik. İndi təsəvvür edin ki, bu 1 il ərzində bizim artıq investment board nə qədər startapla üzbəyüz görüşübdür. Kifayət qədər çox idi. Bəli. O da bir yerdən sonra artıq o qədər dinləyirsiniz ki, təcrübə Bəli, artır. bəli, Yəni bəli. artıq aşağı-yuxarı anlayırsınız ki, bunun ideyası. Bəli, artıq həm ideya, həm hansı bazara müraciət eləyir, həm lokalda mı qalacaq bu startap, qlobala, regiona çıxa biləcəkmi, market size nə qədərdir? Bunların hamısı o qədər daha aydın olur ki, çox dinlədikcə təbii ki. Bir də burada mən şey də önəmlidir deyə düşünürəm. İdeya özü önəmlidirsə, ideyanı təqdim edən insan da önəmlidir. Təbii ki. Təbii ki. Başda dediyimiz kimi startaplarda ən early stage, yəni erkən mərhələdə olan startaplarda ümumiyyətlə analiz eləmək çox çətindir. Çünki bu proses çox qəliz bir prosesdir. Əlinizdə heç bir belə deyək də normal traction yoxdur. Əlinizdə heç bir normal belə deyək çox belə wow effektli bir produkt yoxdur. MVP-dir və MVP-dən biraz daha yaxşısıdır deyək. Pre-seeddir deyək. Və pre-seeddə bizim edə biləcəyimiz investisiyalarda, startaplarda biz ən çox fokuslandığımız zaten problem solution, yəni problem və həll yolu və eyni zamanda komandadır. Çünki komanda çox önəmlidir. Bəs digər bir sual vermək istədiyim odur ki, investorların ən ciddi maraqlı olduqları tərəf, ən ciddi narahatlıqları deyərdim. Nə qədər mən pul qazanacağam? Yəni mən biraz o day-day prizmasından baxıram. 10 manat verəcəm, nə qədər qazanacağam? Belə bir ölçüm varmı? Return of investment nə qədər müddətdədir? Neçə faizli bir gəlir imkanı var? Təbii ki, mən başa düşürəm ki, bu bir startapdır və tutanda period var. 10x, 20x, 100x-ə qədər gedə bilər, amma daha çox da ola bilər. Amma yəni ümumilikdə belə bir rəqəmləriniz varmı ki, göstərdiyiniz? Mən belə deyək də məlumat verim, nə baş verdiyi haqqında. Startaplar ümumiyyətlə 5-7 il ərzində, ən belə deyək də yaxşı halda deyərdim, 5-7 il ərzində onlardan bir nəticə almaq olur. Ki, nə baş verir, necə baş verir, o X-lər dediyimiz daha yaxşı görə bilirik. Lakin bizdə angel investorlar, mələk investorlar artıq startaplara investisiya edəndə başa düşürlər ki, okey, biz long term, uzun müddətli investisiya edirik. Bugün 5000 qoydum, investisiya elədim. 5000 investisiyadan sonra nə bilim 6 ay sonra like Bitcoin olmayacaq. Bu daha uzun müddət olacaq. Amma getiriləri geri qaytarım, təbii ki, çox ola bilər. Danışdığımız kimi 100x ola bilər və yaxud ən pis halda belə deyək də 10x ola bilər və s. İndiki prosesdə biz yeni yaradılmış bir klub olaraq, Mələk Investor klubu olaraq bizdə hal-hazırda olan portfolio şirkətlərimizdə biz bunu success olaraq qəbul edirik. Exit yox, yəni artıq belə deyək də uğurlu bir çıxış yox, bir uğur olaraq qəbul edirik. Uğur olaraq nəyi qəbul edirik? Startaplarımızdan biri, belə deyək, biz onlara investisiya eləmişik keçən ilin avqust ayında və 4 ay sonrasında o ikinci raundunu 5 milyondan bağladı. Hansı ki biz raunda daxil olmuşduq 2.5 Yəni 5 milyonla bağladı və A seriyəsə keçdi. Bildiyiniz kimi startaplarda müəyyən seriyalar var. Pre-seed, seed, bridge və A seriyəsi. Ondan sonra Z seriyəsə qədər daha gedə bilər. Ki exit eləməsə, çıxış eləməsə. Burada nə baş verir? Burada bu baş verir ki, biz pre-seeddə investisiya etdiyimiz startap artıq A seriyəsidir, satışdadır. Onların həm hardware-si, həm software-si var və onlar artıq satışdadılar. Və bu bizim üçün artıq uğur deməkdir. Çünki biz investisiya etdiyimiz startapın 9 ay boyunca, 10 ay boyunca birlikdə yolunu, journey-ni gördük. Və bu möhtəşəm bir hissdir. Qaldı ki, digər startaplarımız, onların da hər birinin məsələn uğurlu olduğu bir hissə var. Hansı ki biz onları belə deyək, daimi şəkildə onlardan raportlar istəyirik və onları da təqdim edirlər. Burada nə baş verir? Onlardan biri durmadan partnyorlarının sayını artırır. Artıq belə deyək, MRR-ı 2 milyon üzərindədir və bunlar çox gözəl nəticələrdir bizim üçün. Bu o deməkdir ki, biz artıq pre-seeddə investisiya etdiyimiz startaplardan bu uğurları
görürük, eşidirik və eyni zamanda, çünki onları durmadan izləyirik təbii ki, sosial şəbəkələrdə olsun, istər onlardan aldığımız raportlarda olsun və s. Bu bir prosesdir zaten. Bu bizi çox sevindirir. Hələ ki, investisiya etdiyimiz heç bir startapdan mənfi bir rəy və yaxud da mənfi bir belə deyək, hesabat almamışıq. Bu da özü bir uğur göstəricisidir. Qaldı ki, biz uğurumuzu neçə il sonraya gözləyirik, bu startapdan asılıdır. Startap, bəli, startap hansı vaxtda çıxış eləmək istəyəcək, startap nə qədər daha çox investisiya əldə eləmək istəyəcək, bunlar çox önəmlidir. Yəni, böyüməyə meyillidirmi, yoxsa artıq çıxış eləmək istəyir və s. Bunlar çox önəmlidir. Ona görə də biz artıq o X-lərimizi startapdan gözləyirik. Bir sual verim. Misal üçün, bir startapdır, tam olaraq bilmədiyim üçün deyirəm. Bunu yaradanlar investisiyanı toplayırlar, amma bir yerdən sonra çıxış eləməlidirlər, eləmirlər. Və gəlib deyirlər ki, alınmadı, fail, iflas. Belə bir olurmu? Yəni pul batdı mı onda, yoxsa öhdəlikləri varmı onlar? Yox, təbii ki, öhdəlikləri var. Burada pul batdı mı məsələsi deyil tamamilə. Startapa investisiya eləyəndə həmin istər mələk investorlar olsun, istər venture studiolar olsun, yəni belə deyək də, investisiya edən şəxs olsun, qurum olsun, bunu öncəliklə başa düşür ki, bu bir riskdir. Tamam. Və bu riskləri qəbul etdikdən sonra bir yola başlayır, journey-yə başlayır. Və bu yola başlayanda da artıq o da öz risklərini belə deyək də analiz edir ki, nə baş verə bilər, nə dərəcədə risklərdən yayına bilərəm və yaxud da nə dərəcədə qarşısını ala bilərəm. Bunun üçün zaten bu dediyimiz bir proses, due diligence prosesini aparır, sənədləşmə işlərini aparır, hüquqi cəhətdən tənzimləmələri aparır və biz də klub olaraq bu tənzimləmələri aparırıq. Çünki biz də özümüzü qarantı altına alırıq, biz də bilməliyik ki, çıxış zamanı nə baş verəcək, hansı formada biz bu məbləğləri geri alacağıq, istər hesablar olsun, istər həmin məbləğlərin Azərbaycana göndərilməsi olsun və s. olsun. Kifayət qədər. Yəni, hüquqi cəhətdən tam şəkildə tənzimlənməlidir. Bunun vergi tərəfi var, bəli, ödəmələrin var, bəli. Bank tərəfləri var. Hər şey rəsmiyyətdə bəli. Yəni, hüquqi cəhətdən tənzimlənibsə, burada qorxmaq üçün heç bir əsas yoxdur. Yəni, çayxanada şeyə yatırım eləmirsiniz. Bəli. Yəni, kiməsə çıxarıb 3-5 min vermirsiniz, hüquqi cəhətdən tənzimlənmiş, doğru düzgün formada aparılmış investisiyalardan söhbət gedir. Bunu belə düşünə bilərdin izləyicilər. Yəni, misal üçün gedib hansısa bir bitcoin alırsınız və yaxud hansısa şirkətin səhmini alırsınız. Eyni şey, məntiq budur. Burada startapda bir hissəni alırsınız, 1% nisbətini alırsınız və oturub gözləyirsiniz ki, uğurlu olsa pul qazanacaqsınız, uğursuz olsa pul qazanmayacaqsınız. Əslində, mələk investorlar üçün oturub gözləyirsiniz deməzdim. Niyə deməzdim? Mən bunu izah edeyim. Sadəcə belə deyək, sizin sözünüzə qüvvət. Niyə deməzdim? Çünki biz investment boardumuzla birlikdə, 11 nəfərlə birlikdə, hətta mən özüm də, bizim deal flow menecerlərimizdə, biz çalışırıq ki, mentor dəstəyi verək. Çünki, baxın, investisiya eləyib qırağa çəkilmək çox asandır. Və izləmək ki, Titanic batacaq yoxsa yox, bu çox asandır. Amma biz bunu etmirik. Biz öz qərarımızdır, birlikdə aldığımız qərardır və investment boardun eyni zamanda hub'un dəstəyi var burada. Çünki sabah hub'un çox təcrübəli belə deyək əməkdaşları var və onlarla birlikdə güc alırıq onlardan və onlarla birlikdə investment boardumuzun verdiyi mentorluq çox önəmlidir. Çünki düşünün ki, hal-hazırda regionda elə startaplar var ki, biz onları dinləmişik, təqdimatlarını investment boarduna və onlara feedbacklər vermişik, geri dönüşlər vermişik. Bu ingilis dilində işlənən sözlər üçün çox-çox üzrlü sayın. Çünki bu artıq bizim belə deyək də dilimizə oturan sözlərdir. Və bu geri dönüşlər alırıq. Bu geri dönüşlərdə biz nə alırıq? Hətta regiondan olan bir startapımız, qlobalda da US-based startapımız da var ki, bildirirlər ki, sizin bizə verdiyiniz geri dönüşlər bizim startapımız üçün çox əhəmiyyətlidir. Və biz istəyirik ki, bir neçə ay sonra sizinlə yenidən görüşək. Və bu çox önəmlidir bizim üçün. Yəni, onların bizdən gözlədiyi yalnız məbləğ deyil. Eyni zamanda mentorluqdur, eyni zamanda geri dönüşlərdir. Bir startapın inkişafı üçün mən deyərdim ki, ən önəmli faktor geri dönüşlərdir. Yəni, nə qədər çox insan bu fikrini bildirsə bu barədə, nə qədər çox insan bu problemin problem olduğunu və yaxud həll yolunun həll olduğunu qəbul etsə, bu o deməkdir ki, bununla bağlı öz fikrini bildirsə, bu o deməkdir ki, siz durmadan inkişaf edirsiniz. Və siz də artıq balanslaşdırırsınız ki, okey, mən nəyi düz eləyirəm?
nəyi səhv edirəm? Və deyərdim ki, 6 ay sonra əgər siz bunun fərqinə varacaqsınızsa, ki, nəyisə səhv edirsiniz, bu geri dönüşlər sayəsində bu 6 həftədə ola bilər. Razıyam sizdən. Ən xoşuma gələn nöqtəsi mentorluq məsələsidir. Bu hər şeydə keçərlidir. Bir şeyə pul verib geri çəkilmək asan şeydir. Aslında onu dəstək olsan bəlkə də daha böyük nəticələr görə bilərsən. Bəli. Gələk əsas məsələlərdən biri sizin yaxında başlayacaq tədbiriniz Baku ID. Baku ID-də Sabah Hub-ın təşkilatçılığı ilə həyata keçirilən bu ekosistemin ən məncə qəşəng tədbirlərindən biridir. Ən qəşənglərindəndir. Deyəndə ki, 2-3 dənə tədbir var zaten. Baku ID-si ən möhtəşəm hazırlananıdır. Keçən ilkində də olmuşdum. Bu ilkində də böyük ehtimal iştirak edəcəm. Baku ID ideyası necə ortaya çıxdı? Ümumiyyətlə Baku ID-nin məqsədi nədir? Vizyonu nədir? Keçən ilkində məsələn Sabah City-ni təqdim eləmişdiniz. Bu il sürprizlər varmı? Bizi nə gözləyir? Baku ID ilə bağlı ən çox vurğulamaq istədiyim məsələlərdən biri budur ki, bildirdiniz ki, onsuz da neçə belə deyək də investment tədbiri var ki, və yaxud da belə tədbirlər var ki, bu kimi tədbirlər çox böyük masştablı tədbirlərdir və bunları inanın ki, orqanizə eləmək, bunları ortaya çıxarmaq çox yorucu və çox belə deyərdim ki, uzun bir müddət istəyən prosesdir. Çünki düşünün ki, Baku ID-də siz regiondan, hətta qlobaldan, hətta belə deyək də bizim öz Azərbaycanlı həmvətənlərimiz, hansı ki, xaricdə yaşayanlar, onların cədvəlini ayarlamaq bunun qədər dəhşətli və çətin belə deyək məqamlar yoxdur. Orada ən çətin keçən 4 yoxsa 5 nazir var idi. Hər bir nazirin qrafikini ayarlamaq belə kifayət. Onlar sağ olsunlar, belə deyək də mən deyərdim ki, bizim daha çox dəstək olurlar. Nəinki qlobalda. Bəli, çox çətin olur. Lakin deyərdim bu özü də bir komandanın güclülüyündən, həmin tədbirin təşkilatçısı olan komandanın güclülüyündən irəli gəlir ki, onlar bu məsələləri həll edə bilirlər. 2 gün davamlı şəkildə səhər saatlarından axşam saatlarına, hətta deyərdim gecə saatlarına qədər çəkən bir prosesdir. Dəqiq sayı hal-hazırda bilmirəm, çünki hər gün dəyişə bilir sayımız. Amma deyərdim ki, keçən ilkindən az olmayacaq və məsələ yalnızca bizim spikerlərimiz deyil, məsələ yalnızca bizim dövlət rəsmilərimiz deyil ki, onlar çox sağ olsunlar ki, ekosistemə dəstək olmaq üçün innovativ tədbirlərdə daimi şəkildə iştirak edirlər. Mən bunu keçən ilki bizim Startup World Cup-da da gördüm, Adam Universitetində idi və o qədər böyük bir dəstək var idi ki, biz onu ilk dəfə təşkil edirdik. Bu dəstək bizi o qədər həyəcanlandırdı, bizi o qədər belə deyək, motivasiya verdi ki, artıq ikinci ili daha böyük masştabda Baku ID-nin tərkibində keçirmək qərara gəldik. Və Baku ID-nin hal-hazırda mən deyərdim bu bir tədbir deyil, bu bir platformadır. Çünki 2 gün müddətində siz təsəvvür edin, durmadan interaktiv bir şəkildə siz spikerlərlə tanış olursunuz, onların bir fikirlərini dinləyirsiniz, siz investorlarla tanış olursunuz, siz regionda nələr baş verir, hansı startaplar var, onları dinləyirsiniz. Bu çox önəmlidir. Bu yalnız investorlar tərəfindən deyil, eyni zamanda founderlər, yəni startapçılar tərəfindən önəmlidir ki, onlar başa düşsünlər regionda nə baş verir. Və 2 gün müddətində regionun ən yaxşı startaplarını və eyni zamanda deyərdim investorlarını dəvət eləmək ölkəmizə və onları burada ağırlamaq bu çox önəmli bir faktordur. Ona görə də mən Baku ID-ni ümumiyyətlə tədbir adlandırmıram. Baku ID bir platformadır, hansı ki investorlar startaplarla görüşür, hansı ki gənc nəsil, Z nəsil bəli artıq iç-içə olur bu investorlarla, iç-içə olur startap qurucuları ilə, onlarla fikir mübadiləsi aparır. Bu 2 günün ərzində olan yarışmalar var. İndi qaliblərə belə deyək də nominasiyalar var. Bunlar çox önəmlidir. Həm motivasiya cəhətdən, həm investisiya cəhətdən bildiyiniz kimi bəli. Hər il artır bizim investisiya elədiyimiz məbləğlər Baku ID nəzdində və keçən il 3 milyon, keçən ildə 3 milyon, bəli, 3 milyon üzərində idi və ona görə də bu rəqəmlər artır, artıq lokalda və regionda etdiyimiz o dəstəklər artır. Bu cəmiyyəti deyərdim, ekosistem cəmiyyətini bir araya toplamaq çox çətin olur. Bəli. Lakin Baku ID nəzdində bunu edirik. Amma belə tədbirlər ümumiyyətlə ekosistemin yaranmasına və inkişaf etməsinə çox müsbət təsir edir. Çünki insanlar gəlirlər, söhbət eləyirlər. Yəni babam həmişə deyirdi ki, insan insandan öyrənir. Bu tədbirlər də insanın insandan öyrənmək üçün təməl platformanı yaradır.
Eynən bu bir mühit yaradır. Hansı ki siz orada ekosistemlə bağlı istənilən deyərdim ki, sahədən istənilən həll yolunu tapa bilərsiniz. İstənilən insanla birlikdə kommunikasiya yarada bilərsiniz və yaxud da sırf səbəb o deyil ki, siz nominasiya əldə eləyəsiniz və yaxud da orada investisiya alasınız. O qədər startap var ki, sırf söhbət əsnasında investisiya alıbdı. Və yaxud birlikdə hansısa bizdə belə bir məsələ baş vermişdi. Orxan bunu qeyd eləmişdi. Orxan Abbasov ki, bizim startaplardan biri Baku ID-də burger yeyərkən, investorla birlikdə burger yeyərkən $100,000 məbləğində investisiya qaldırmışdı. Bu çox önəmli faktordur. Bəli. Ya da ki, misal üçün orada oturub dinlədikcə alıb ideya gələ bilər və yaxud da startapınla bağlı nəsə bir təkmilləşmə fikirləşə bilərsən. Bəli. Bir dənə qığılcım səndə yanar ki, mən heç bunu düşünməmişdim, gözə girdim ideyam üstündə bunu eləyim. Və yaxud da regionu izlədikdən sonra regiondan gələn şəxslərlə görüşüb məhsulunu regiona çıxarda bilərsən. Bunlar çox önəmli faktorlardır. Bəli. Bəs bir də siz orada qeyd elədiniz ki, keçən misal üçün Startup World Cup var idi, adada keçirilmişdi də. Bu ildə keçiriləcək. Buna necə hazırlıq gedir? Neçə startup olacaq? Bunun haqqında bir məlumatlandırma eləyə bilərsinizmi? Təbii ki. Bu il Startup World Cup Baku ID çərçivəsində keçirilir, daxilində keçirilir. Bunu da biz çox önəmli bir qərar olaraq görürük. Çünki düşünürük ki, inkişaf edən ekosistemə daha da bir belə deyək də bir haşiyə qatmış oluruq Startup World Cup-la. Çünki bu dünya səviyyəli bir yarışmadır. Startup World Cup böyük finalı deyərdim. Böyük finalı Amerikada keçirilir, San Francisco'da 17 oktyabrda baş tutacaq və biz burada Azərbaycanda hal-hazırda regiondan və lokaldan 80 startap müraciət edib bu il üçün. Bu çox yaxşı rəqəmdir. Keçən il 70-lərdə idik, artıq bu il 80 startap müraciət edib və hər dəfədə biz nəyə çox sevinirik? Startapların keyfiyyəti artır. Keçən ilkinə nisbətən startaplarımızın keyfiyyəti yetərincə artıb, müraciət edən startaplardan söhbət gedir. O 80 startapın daxilindən jürilərimizin 10 startap çıxarmağı hansı ki təqdimat eləyəcək çox çətin oldu, çox uzun bir proses oldu. Hətta biraz gecikdik elan eləməyə də. Amma bu yaxşı haldır ki, demək ki, daha yaxşı startaplar var ki, çətinlik çəkirik onları seçməkdə. Lakin 10 startapımız çıxış eləyəcək ayın 20-si. Baku ID-nin ikinci günündə, bəli, və həmin 10 startapdan birini biz jüri heyəti, deyərdim jürimiz həm xarici vətəndaşlarımız var, həm lokalda olan investorlarımız var, eyni zamanda ekosistem oyunçularımız var. Onlar tərəfindən seçiləcək və bir nəfər, bir komanda göndəriləcək San Franciscoya böyük final üçün. Nə vaxtdır San Francisco? 17-si oktyabrda olacaq böyük final və keçən il biz Rəşid bəylə oradaydıq, Stack komandası ilə. Çox maraqlı. Rəşid Əliyev. Və çox maraqlıdır ki, Stack komandası yarım finaldan keçdi San Francisco'da, finalda çıxış elədi, bəli, və hətta bu bizi çox sevindirdi ki, Pegasus Tech Ventures-ın, hansı ki Startup World Cup-ın belə deyək orqanizatorları olan, onlar tərəfindən keçirilir böyük final və Startup Pegasus Tech Ventures tərəfindən Azərbaycanın adı vurulandı səhnədə və bu bizim üçün çox böyük bir fəxr idi. Şəxsən mən böyük bir həyəcanla aşağıda onu izləyirdim və bundan sonra artıq düşünürəm ki, biz daha da yaxşı hazırlaşmalıyıq ki, artıq Azərbaycanın adı sadəcə səhnədə vurğulanmasın və eyni zamanda birinci yer qalib olaraq vurğulansın. İnşallah. İnşallah unicorna görə doğru gedər. Fokuslanmışıq deyəsən unicorna. Bəli. Çıxsın bu ölkədən unicorn. Özbəkistandan üzüm çıxdı da deyəsən. Bəli. Mən inanıram ki, Azərbaycandan da çıxacaq. Çünki xaricdə olduğu müddətdə və Azərbaycanda da kifayət qədər potensiallı gənclərimizin, yəni hətta Amerikada professor Məvdəvə qayıt demişdi ki, dünyada 3 bölgədəki insanları savadlı sayıram. Dedim ki, kimlər? Dedi Azərbaycanlılar, Pakistanlılar, bir də Hindistanlılar. Siz üçünüz çox savadlısınız. Dedim təşəkkür edirəm. Niyəsə yəqin hansısa tələbələrindən şey görmüşdü, o cür deyil. Amma bu doğrudan da elədir. Həqiqətən elədir. Azərbaycanlılar yəni həm işgüzardılar, bəli, həm
çox savadlıdırlar, daha tez götürmə qabiliyyətlərimiz var deyə düşünürəm. Həm də rəqəmsal və riyazi tərəfimiz daha güclüdür, analitik tərəfimiz daha güclüdür. Elədir və bu çox önəmli faktorlardan biridir. Güclü, savadlı, zəki olmaq, amma eyni zamanda çalışqan olmaq ən önəmli faktorlardan biridir, xüsusən startaplarda. Yapışdıqsa buraxmırıq. Bəli. Və inşallah ki, Azərbaycandan da çox yaxşı startaplar çıxacaq. Mən həmişə unicorn-a fokuslanmıram. Bu işin zərafətidir. Yes, çünki burada belə bir məsələ var ki, biz fokuslanmalıyıq ki, daha çox gənclərimiz, daha çox startap qurucularımız inkişaf eləsinlər. Onlar öz startaplarını inkişaf elətdirsinlər. Onlar qlobala çıxsınlar. Onlar artıq Azərbaycanda yaranmış və yaxud regionda yaranmış məhsulları artıq qlobal bazarda produkt ola bilər, bu hansısa bir məhsul satışı ola bilər və s. Bunların hər birini artıq orada görmək istəyirik. Artıq İnşallah. qlobalda görmək istəyirik. İnşallah. İnşallah. Şad oldum sizdən söhbət eləməyib. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox şad oldum ki, sizinlə tanış olmağa və çox sevinirəm ki, maraqlanırsınız ekosistemlə bağlı, investisiyalarla bağlı. Bu bizi çox həyəcanlandırır. Mənim üçün də maraqlıdır. Əlimdən gəldiyi qədər dəstək olmağa çalışıram. Mənim işim göstərmək, tanıtmaqdırsa, ən azından bunu eləyim. Digər fəaliyyətlərdə yavaş-yavaş öyrəndikcə eləməyə başlayacağam. Biz buradayıq. Nə zaman istəsəniz müraciət edə bilərsiniz. Problem. Bakayda görüşənədək. İnşallah. Görüşənədək. Sağ olun.